Salam dostlar, Texno4 kanalına xoş gəlmisiniz. Bugün bu videoda kompüterlərin əsas işləmə prinsiplərini təkcə sadə dildə deyil, həm də elmi cəhətdən daha dərindən araşdırmağa çalışacağıq. Bildiyimiz kimi kompüterlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin biz bir kliklə əməliyyatı icra edəndə kompüterlər daxilində hansı mürəkkəb proseslər baş verir? Bugün bu sualın cavabını tapmağa çalışacağıq. Kompüterlər əsasən von Neumann arxitekturasına əsasən işləyir. Bu arxitektura məlumatların və əmrlərin eyni yaddaşda saxlanması nəzərdə tutur. Von Neumann arxitekturasını görsətsək burada biz input device, central processing unit və memory unit-dan aiddir. Central processing unitdə control unit və arithmetic logic unit var. Burada proses getdikdən sonra giriş, əməliyyat icra edir və output çıxışa verir. Kompüterlər elektron dövrlər və ikili sistem binari əsaslanan məntiq əməliyyatlarla işləyir. Sonra biz danışsaq, kompüterlər əsas komponentlərindən danışsaq, kompüterlər bir neçə əsas hissədən ibarətdir. Bunların funksiyalarını maşınla müqayisə etsək daha anlaşıqlı olar. Mərkəzi emal bloku, biz bildiyimiz küpü, von Neumann arxitekturasından əsasən arifmetik məntiq bloku, ALU, nəzarət bloku Q və daxili registrdən ibarətdir. Burada da göstərdiyim kimi arifmetik məntiq blok ALU, nəzarət bloku və daxili registrdən ibarətdir. Sonra biz danışsaq, daimi yaddaşdan. Daimi yaddaş SSD və HDD-dir. SSD-lər nədən flash yaddaş texnologiyasına əsaslanır. HDD-lər isə maqnit disk sistemindən istifadə edilir. Biz burada görsətsək, vermişəm HDD, Planter, Splint, Rivethead, Octave ARM. Yəni bildiyimiz disk, maqnit diskidir. Məlumatlar burada disketdə yerləşdirilir. HDD-də, hard diskdə. SSD-də isə chipdir. Bunlar arasında nə fərq var? Əsasən SSD-də belə bir problem var ki, əgər SSD-miz yansa, sıradan çıxsa, SSD-də bütün məlumatlar itir və biz o məlumatları çətin tapırıq. Demək olar ki, çox uzun bir zamandan sonra tapa bilərik, amma bu da vaxtımızı alır. HDD-də isə necədir? HDD-də diskdə məlumatlar yerləşir, skotlarda və HDD yandıqda bütün məlumatlar demək olar bir yerə yığışa bilir və biz öz əsas məlumatlarımızı çıxışa verə bilərik. Operativ yaddaşdan danışsaq biz, deməli, operativ yaddaşdan danışsaq biz, operativ yaddaş nədir? Operativ yaddaş müvəqqəti yaddaşdır. Müvəqqəti məlumatları saxlayır və Random Access Memory, yəni RAM adlanır. Çünki bu məlumatları təsadüfi şəkildə giriş mümkündür bu RAM-da. RAM-a misal çəksək, məsələn, bir Excel faylını açanda onun məlumatları RAM-a yüklənir. Amma onu yadda saxlamaq istəyəndə isə məlumat daimi yaddaşa, SSD-yə və yaxud da HDD-yə, hard diskə yazılır. Sonra biz kompüterlərin işləmə ardıcılığı haqqında danışsaq, kompüterlər hər bir əməliyyatı 4 əsas mərhələdə keçir. Giriş, emal, yaddaş və çıxış. Girişdən biz danışsaq, istifadəçi tərəfindən verilən əmrlər və məlumatlar klaviatura, siçan və ya digər işçi qurğala vasitələrlə daxil edilir. Və proses tərəfindən əmrlər icrası və məlumatların emal prosesi baş verir. Küpü və RAM-da saxlanılan məlumatlar emal edərək nəticələr əldə edir.
Sonra isə yaddaşa verir o məlumatları. Məlumatlar müvəqqəti RAM-a və yaxud da biz istəsək SSD-yə və HDD-yə saxlanmasını təmin edilir. RAM müvəqqəti yaddaş, SSD HDD isə daimi yaddaş adlanır. Və bizə bunları etdikdən sonra çıxışa verir. Çıxışa verdikdən sonra emin edilmiş məlumatları istifadəçiyə təqdim edilir. Məsələn, monitor, printer və yaxud da digər çıxış qurğuları vasitəsilə. Biz burada giriş və çıxış qurğularını göstərsək, monitor həm giriş, həm çıxış qurğusudur. Klaviatura çıxış qurğusudur. Mouse giriş qurğusudur. Notepad giriş qurğusudur. Video kamera giriş qurğusudur. Printer çıxış qurğusudur. Sonra biz proqram təminatından danışsaq, proqram təminatı olmadan kompüter sadəcə donanım toplusudur. Yəni proqram təminatı olmadan biz kompüteri istifadə edə bilmərik. Bu necədir? Biz kompüter gedib almaq istədikdə kompüterin özəlliklərinə baxırıq, RAM-ına baxırıq, yaddaşına baxırıq, hansı proses qoyulduğuna baxırıq. Əsasən də bizə həmin kompüterin üstündə məsələn Windows 11 hədiyyə edirlər və yaxud da həmin kompüterdə FreeDOS yazılır. Yəni FreeDOS əməliyyat sistemi yoxdur. Biz əməliyyat sistemi olmadan kompüteri açdıqda sadəcə BIOS açılır. BIOS-da da biz yəni heç nə edə bilmərik. Necə ki YouTube-a baxaq, yaxud da bir Wikipediyadan məlumat oxuyaq. Ona görə də bizə proqram təminatı lazımdır. Proqram təminatında əməliyyat sistemi, OS, kernel nüvə sürücüləri və interfeysdən ibarətdir. Monolit və mikrokernel arxitekturası mövcuddur. Və tətbiqi proqramlardan isə istifadəçilərə müəyyən funksiyaları icra etməyə imkan verir. Misal olaraq biz çəkə bilərik ki, əməliyyat sistemlərindən Linux'un fərqli distributivləri var. Ubuntu Fedora məsələn, fərqli kernel arxitekturası ilə işləyə bilər. Bu əməliyyat sistemlərin özlərinə görə xüsusiyyət özəllikləri var. Məsələn, Windows bizə əməliyyat sistemi təqdim edir. Windows'un əməliyyat sistemi daha mürəkkəbdir, amma daha çox əlverişlidir istifadəçilər üçün. Linux isə götürsək, Linux çox sadə bir əməliyyat sistemidir. Demək olar bütün proqramlar pulsuzdur. Əsasən Linux'u proqramlaşdırma işi ilə, yəni IT ilə məşğul olan insanlar istifadə edir. Və yaxud da Windows yazdıqdan sonra yanında da Linux yazırlar. Linux niyə çətindir desək, Linuxda terminalla biz istifadə edirik və daha təhlükəsizdir. Bunu əsasən cyber security işində məşğul olanlar istifadə edir. Sonra isə biz danışsaq məlumatların təmsil olunması haqqında. Məlumatlar kompüterlər bitlər və baytlardan ibarət məlumatları emal edir. Elmi izah versək, əgər məsələn binary, yəni ikilik sistem, kompüterlər boolean və algebrası ilə əsaslanan məntiq əməliyyatları ilə, yəni 0 və 1-lərlə işləyir. Əsasən ASCII və Unicode kodlaşdırma, hərflər və simvollar, encoding texnikaları ilə ikilik sistemə çevirir. Məsələn, A hərfi burada baxsaq ASCII cədvəlində A hərfi 65-ci yerdədir və ikilikdə isə 01, 00, 0001 kimi təmsil olunur. Onu da desək, ASCII-nin hər bir hərf, hər bir simvol 8 bitlə, yəni 1 baytla 8 bit və 1 baytdır. Unicode-da isə bu 2 bayt, yəni 16 bitdir. Sonra bildiyimiz kimi biz
YouTube-a baxmaq üçün və yaxud da internet məlumat oxumaq üçün, bir məlumat əldə etmək üçün biz internetə çıxışımız olmalıdır. İnternet çıxış dedikdə kompüterlər şəbəkələr haqqında danışacağıq. Kompüterlər tək başına güclü deyil. Onlar birləşdirən şəbəkələrin gücləridir. İnternet nədir? İnternet dünyanı birləşdirən şəbəkədir. Lokal şəbəkə, LAN və ofis və evdə olan kiçik şəbəkələrdir. Yəni bizim ortamızda olan bir evdə olan şəbəkə LAN şəbəkədir, lokal şəbəkədir. Və biz əgər internetə çıxış etmək istəyiriksə, onda qlobal şəbəkəyə keçirik. Şəbəkə nədir? Əsasən şəbəkə bütün kompüterlərin, yəni bir yerə yığışdığı yerdir, elə bil. Sonra isə IP ünvan, alqoritm və proqramlaşma haqqında danışsaq, proqramlaşma ünvanıdır. Məsələn, siz evdə Wi-Fi istifadə yazmaqdır, bu LAN-dır, alqoritm isə amma Google-da problemin həll planıdır. Proqramlaşma planı kod şəklində salınmasıdır. Debugging nədir? Debugging səhvləri tapıb düzəltməkdir. Misal göstərsək, biz bir dostumuza ev tapşırığını başa salmaq üçün addım-addım izah edirik. Bu alqoritm budur. Proqramlaşdırma isə bunu kompüter dilinə yazmaqdır. Yəni biz alqoritmlə kompüter deyə bilmərik ki, sən bunu həll elə. Biz onu proqramlaşdırma dili ilə kompüter təqdim edirik. Kompüter isə əlbəttə bunu 0-1-lərlə oxuyur. Sonra biz kompüterin təhlükəsizliyi haqqında danışsaq, internetdə təhlükəsizlik olmaq çox vacibdir. Viruslar və zərərli proqramlar kompüterə hücum edə bilər. Ona görə isə biz firewall, yəni kompüterin təhlükəsiz divarıdır. Antivirus proqramları qurmaq lazımdır. Antivirus proqramları virusları təmizləyir. Yəni, məsələn, misal gətirsək, emailınıza bir qəribə bir link gəlir və siz onu açırsınız, kompüterinizə virus düşə bilər. Ona görə də güvənmədiyiniz linkləri məsələn açmamalısınız. Bu çox istifadəçinin başına gəlib, çünki bizə naməlum bir Gmail-dən link gəlir və biz ona toxunduqda bizim IP ünvanımız əldə edilir. IP ünvanımıza bizim hücumlar gələ bilər və bu kompüteri çökdürə bilər. İstifadə etdiyimiz mobil telefonu və yaxud da kompüteri çökdürmə ehtimalı var. Sonra biz axırda nəticəyə gəldikdə, gələcək trendlər və nəticə haqqında danışsaq, gələcəyin kompüter texnologiyaları yeni inqilablar gətirəcək. Əslində kvant kompüterlər qubitlər adi bitlərdən fərqli olaraq superpozisiyalar və dolaşıqlıq prinsiplərindən istifadə edir. Süni intellekt və maşın öyrənmə, neyron şəbəkələr və deep learning alqoritmləri məlumatların analizi üçün istifadə olunur. Misal göstərsək, məsələn, Google-un AlphaGo süni intellekti minillik strateji oyun olan Go oyununda dünya çempionunu məğlub edib. Və budur dostlar, ikinci videomuzun sonuna gəldik. Əgər video xoşunuza gəldisə, videonu like etməyi və dostlarınızla paylaşmağı unutmayın. Suallarınız olsa yorumlarda yazıb mənə bildirə bilərsiniz. İradə və təkliflərinizi qəbul edirəm. İzlədiyiniz üçün çox sağ olun, təşəkkürlər.